Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda mayalı xəmirlə qozlu bükmələr hazırlamışam və hazırlanma qaydasını sizinlə paylaşıram. Yumşaq, dadlı, çay süfrəsinə yaraşan bir şirniyyatdır. Buna qozlu bulka da demək olar. Çox yaxşı alınıb. İndi keçək hazırlanma qaydasına. Əvvəlcə xəmiri hazırlayıram. Bunun üçün ərzaq qabına 1 stəkan ilıq süd əlavə edirəm. 1 stəkan da ilıq su. Üzərinə 10 qram 1 paket instant quru maya əlavə edirəm. 3 xörək qaşığı şəkər tozu əlavə eləyib bunları əvvəlcə biraz qarışdırıram. Maya tez əriyən mayadır, ona görə gözlətmirəm. Şəkər tozu ilə maya əriyənə qədər yaxşıca qarışdırıram. Şəkər tozu ilə maya əriyəndən sonra qaba 100 ml bitki yağı əlavə edirəm. 1 paket şəkərli vanil, çay qaşığının 1/3 qədər də duz əlavə eləyib bunları da biraz qarışdırıram. Alınan qarışma un əlavə edirəm. Qeyd edeyim ki, unu əvvəlcədən ələkdən keçirtmişəm. Unun hamısını əlavə eləmirəm. Hissə-hissə əlavə eləyirəm. Əvvəlcə bir hissəsini əlavə eləyib qaşıqla qarışdırıram. Qaşıqla qarışdırmaq çətin olduqda onda yenə undan əlavə eləyirəm. Əlimlə xəmir yoğururam. Nə çox bərk, nə çox yumşaq, orta yumşaqlıqda bir xəmir olmalıdır. Ona görə xəmir üçün 5 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi növünə görə dəyişə bilər, az ya da çox ola bilər. Belə gördüyünüz kimi ələ yapışmayan orta yumşaqlıqda bir xəmir alındı. Mayalı xəmir olmağına baxmayaraq xəmiri yoğurandan sonra gözlətmirəm. Un səpdiyim masanın üstünə yerləşdirib doğrayıram. Xəmiri əvvəlcə 4 bərabər hissəyə bölürəm. Kəsdiyim hissələri də xəmir kəsəndən 3 yerə bölürəm. Kəsdiyim xəmir parçalarından götürüb əlimlə yuvarlayıb kündələr hazırlayıram. Yoğurduğum xəmirdən 12 ədəd kündə hazırladım. Hazırladığım kündələri un səpdiyim taxtanın üstünə düzmüşəm. Üstün örtüb bir 10 dəqiqə gözlədirəm. Bu arada içlik hazırlayıram. İçlik üçün 150 qram qoz ləpəsi götürmüşəm. 4 xörək qaşığı da şəkər tozu, 1 çay qaşığı qədər də kərə yağı. Qoz ləpəsini bıçaqla xırda-xırda doğrayıram. İstəyən blenderdən də keçirdə bilər. Üzərinə şəkər tozunu əlavə edirəm. 1 çay qaşığı qədər də kərə yağı əlavə edib qarışdırıram. İstəyə görə içliyə hil də əlavə eləmək olar, amma əlimin altında olmadığı üçün mən əlavə eləmədim. Bunları da yaxşı qarışdırıram. İçliyim artıq hazırdır. Hazır kündələrdən birini götürüb un səpdiyim masanın üstünə yerləşdirirəm. Kündəni əlimlə üstündən bastıraraq hər iki üzünü una batırıram. Oxlovla yayıb yayma açıram. Yayma nə qədər nazik olsa bükmələr çox yaxşı alınır. Arada lazım olanda yenə un səpib nazik bir yayma yayıb açıram. Yaymaların üstünü yağlamaq üçün 100 qram yumuşalmış kərə yağı götürmüşəm. Kərə yağının üzərinə 50 ml də bitki yağı əlavə edib qarışdırıram. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Fırça yardımı ilə yağ qarışımından yaymanın üstünə çəkirəm hər yerinə. Hər yerinə yaxşı-yaxşı yağ çəkirəm. Yağlı yaymanı kəsəndən doğrayıram. Əvvəlcə 2 hissəyə kəsirəm. Sonra videoda göstərdiyim kimi yenə 2 hissəyə kəsirəm. Xəmiri doğrayandan sonra videoda göstərdiyim kimi kənardakı xırda kəsilmiş xəmir parçasından başlayaraq üst-üstə qoyuram. 3 üst-üstə qoyuram. Bükərkən bir-birinə mane olmasın deyə bir-birindən aralayıram. Xəmirin bir ucundan başlayaraq bükürəm.
Oxlovla da çox rahatlıqla bükmək olar. Rulon kimi sonacan bükürəm. Xəmirin bir ucunu əlimlə sıxıb bərkidirəm. Taxtadan çıxardıram. Uç hissəsini əlimlə sıxıb bərkidirəm. İçi oyuq olduğu üçün hazırladığım içlikdən bir dolu çay qaşığı xəmirin ortasına yerləşdirib, əlimlə xəmirin kənarlarını gətirib bir-birinə yapışdırıb əlimlə sıxıram. Barmağımla ortasından bastırıb belə gözəl qozlu bükmələr hazırlayıram. İkinci kəsdiyim xəmir parçasını da eyni şəkildə rulon kimi üzümə çəkərək sonacan bükürəm. Xəmirin ucunu əlimlə sıxıb bərkidirəm. Onu da yenə çıxartdıqdan sonra bir tərəfini əlimlə sıxıb bərkidirəm. İçərisinə bir çay qaşığı hazırladığım qozlu içikdən qoyuram. Uç hissələrini əlimlə sıxıb bərkidirəm. Barmağımla ortasından bastırıb belə bir şəkil verirəm. Birini də hazırlayım. Yenə eyni qaydada kündənin hər iki üzünü una batırandan sonra oxlovla yayıb nazik yayma açıram. Yaymanı açandan sonra yenə üzərinə yağ çəkirəm. Yağı da çəkdikdən sonra hissələrə ayırıram. Eyni qaydada üst-üstə qoyuram. Onu da yenə eyni şəkildə rulon kimi bükürəm. Kənarlarını bərkidirəm. Ortasına içlik qoyub uç hissələrini əlimlə sıxıb şəkil verirəm. Hamısını eyni qaydada hazırlayıram. Qozlu bükmələri bu şəkildə hazırlayandan sonra formaya yığıram. Xəmirlərin üstünü örtürəm. 20-25 dəqiqə yerində mayalandırıram. Belə gördüyünüz kimi hamısını hazırlayıb formalara yığmışam. Üstün örtmüşəm. Yaxşı mayalanandan sonra üstünə yumurta çəkib sobada bişirirəm. Artıq birinci hazırladığım qozlu bükmələrim yaxşı mayalanıb. Üzərinə çəkmək üçün 2 ədəd yumurta sarısına 1 çay qaşığı da bitki yağı əlavə eləmişəm. Bunu yaxşı qarışdırandan sonra bulkaların üstünə çəkirəm. Hamısına yaxşı-yaxşı yumurta sarısından çəkirəm. Qozlu bükmələr üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Hamısının üstünə yumurta sarısı çəkəndən sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. Qozlu bükmələrim artıq bişib, sobadan çıxartmışam. Gördüyünüz kimi hazırladığım iki formanın ikisini də eyni qaydada hazırlayıb sobada bişirdim. Çox yaxşı qabarıb, üstü çox gözəl qızarıb. Hazırladığım xəmirdən tam 24 ədəd orta ölçülü qozlu bükmələr alındı. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlaya bilərsiniz. Bükmələri istənilən fərqli içkilərlə də hazırlamaq olar. Kəsmikli içliklə, şokoladla, kimə necə xoşdur, istədiyi içliklə hazırlaya bilər. Altı üstü çox yaxşı pişib, çox gözəl qozlu şirniyyat alınıb. Hələ tam soyumayıb, amma kəsib içərisinin necə olduğunu sizə göstərmək istəyirəm. Yumşaq, qat-qat, qozlu içlikli, çox dadlı, çay süfrəsinə yaraşan bir şirniyyat alınıb. Siz də hazırlayın, əminəm ki, çox xoşunuza gələcək. Videomu sonacan izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə, abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.